Böyük qayıdış layihəsi. Bu layihənin icrası, işğaldan azad olunmuş ərazilərdə görülən işlər, nədən ibarətdir, insanlar burada necə uyğunlaşırlar? Bütün bu məsələləri biz efirimizin ilk qonağı millət vəkili Rizvan Nəbiyevlə aydınlıq tapacaq. Rizvan müəllim, xoş gəlmişsiniz. Sabahınız xeyir, xoş gəldiniz. Bayramınız mübarək olsun. Sizlə belə Dəniz xanım. Təşəkkür edirik. Böyük qayıdış layihəsinin çərçivəsində aparılan bərpalı quruculuq işləri hansı prioritetlər üzrə həyata keçirilir və bu ümumiyyətlə prioritetlər necə müəyyənləşdirilir? Dəniz xanım, bu böyük bir strategiyadır. Çox mərhələli və çox şaxəli bir məsələdir. Ona görə icazənizlə onu elə mərhələli də bir təhlil edək. İlk növbədə təbii ki, təhlükəsizlik tədbirlərinin görülməsi. Bilirsiniz ki, torpaqlarımız işğaldan azad olunandan sonra müəyyən olundu ki, həmin ərazilər, arası 13% bizim ərazimiz, 1,5 milyon ədəd mina və partlamamış digər hərbi sursatlarla çirkləndirilib və bu proses başlandı. Çünki ilk növbədə həyata keçirilməli olan tədbir təhlükəsizlik tədbiri idi. Və cənab prezident də 13-cü qlobal forumda çıxışı zamanı təhlükəsizlik məsələlərinin əhəmiyyətini xüsusilə müqayisəli bir şəkildə hansısa inkişaf eləmiş regionlara işarə edərək, amma onların adını çəkmədən bildirdi ki, bugün bir daha bəşəriyyət əmin oldu ki, bütün bu inkişafların əsasında təhlükəsizlik dayanır. Təbii ki, bundan sonraki mərhələ orada infrastrukturun yaradılması idi. Bu infrastruktur bizim üçün təkcə inşaat məsələsi deyil. Bu infrastrukturun bərpası bizim milli kimliyimizin bərpasıdır. Bizim tarixi milli irsimizin bərpasıdır. Bizim özünə məxsusluğumuza qayıdışa bir töhfədir. Təbii ki, bundan sonra orada böyük qayıdış məsələsi və böyük qayıdışla paralel bu nədir? Sosial reinteqrasiyadır və bu ərazilərin uzun müddət işğal altında olan ərazilərimizin yenidən Azərbaycanın ümumi iqtisadiyyatına reinteqrasiyası. Biz görürük ki, bir neçə mərhələdir də. Xüsusilə birinci mərhələnin təminində o torpaqların işğaldan azad olunması ilə bağlı xüsusilə bir faktor vurğulayım ki, Ermənistanın 600 il arzusunda olduğu, həyata keçirmək istədiyi bu rəqəmi onların birinci prezidenti Ağdam işğalı günü demişdi ki, 600 biz bu ideyayla yaşamışıq. Azərbaycan ordusu Müzəffər Ali Başkomandanın rəhbərliyinin onu 44 gün və 23 saata 2020-2023 həmin məsələləri nəzərdə tuturaq alt üst elədi və bundan sonraki bu deyilən məsələlərə start verildi. Nə gözəl. İnfrastrukturun bəs bərpası, siz yaxşı məqama toxundunuz ki, birinci təhlükəsizlikdir əlbəttə ki. Bəs bundan başqa, məsələn, yollar, elektrik, su, kommunikasiya, bu bərpa zamanı əhalinin geri dönüş prosesinə nə dərəcədə təsir edir və bu sahədə əsas çətinliklər nələrdir? Gəlin bunu statistika ilə aydınlaşdıraq. Deməli, bilirsiniz ki, bu məsələdə dövlət siyasətinin, hökumət proqramlarının sistemli həyata keçirilməsi üçün əlaqələndirmə mərkəzi var və burada müxtəlif dövlət orqanları, nazirlər səviyyəsində təmsil olunur. Ona prezident aparatının rəhbəri şəxsən rəhbərlik edir və Azərbaycan prezidentinin göstərişlərinə, tapşırıqlarına uyğun olaraq onlar mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərdə müşavirələr keçirdirlər və deməli bir hökumət səviyyəsində bir əlaqələndirmə var və nəticə nədir? Bugün 41 yaşayış məntəqəsi bərpa olunub, qurulub. Və orada yaşayanların, çalışanların, təhsil alanların sayı 80 mindən artıqdır. Məsəl üçün, bu rəqəm ötən ilin payızında biz büdcəni təsdiq edərkən 62 mindən biraz çox idi. Artıq Novruz bayramı ərəfəsində, bəli, bu 80 mindir. Və yaxud da ki, cənab prezidentin iştirakı ilə açılış tədbirləri. Mən ötən ilin statistikasını deyirəm, bu dekabrın sonuna kimi, çünki son 3 ayın statistikasını mən ona özüm əlavə edə bilmərəm, çünki rəsmi statistikanı tapa bilmədim. Harca 569 deməli tədbir açılışı cənab prezidentin iştirakı ilə olunub. Bu işğaldan azad olmuş ərazilərimiz bu Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına aiddir. Və ümumilikdə təsəvvür edin ki, 177 təməl qoyma mərasimi olub son 5 ildən artıq bir müddətdə. Onun 167-sinin açılışında cənab prezident şəxsən və yaxud da ki, birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə eləyibdir. Bilirsiniz, bu nəhəng bir işi göstərir. Məsəl üçün, beynəlxalq təcrübə ilə müqayisə edilsək, Bosniyada deməli, bu hadisələrdən sonra bərpa quruculuq işləri apardı. Amma burada beynəlxalq donorlar köməyə gəldi, beynəlxalq təşkilatlar bu məsələlərə qoşuldu və bunun bizim müqayisədə sürət o sürət deyildi. Sonra donorlardan asıllıq və yaxud da ki, orada olan təhlükəsizlik tədbirlərinin, mən birinci hansı ki ona işarə elədim, tam təmin olunmaması ayrıcı xətlərdə özünü göstərdi və s. Yəni, Azərbaycan özünün unikal modelini yaradıb və infrastruktur bu nəhəng bir məsələdir. Və biz bunu öz gücümüzə eləyirik. Maddi yardım başqa ölkələrdən almadan sırf öz gücümüzə eləyirik, düzdürmü? Elədir. Məsələn, bizim indiyə qədər, 2025-ci ilə qədər büdcədən ayırdığımız vəsait 22 milyard manat idi.
Bu il üçün 2026-cı ildə isə əlavə 3,5 milyard manat da ayrıldı. Deməli, torpaqlarımız işğaldan azad olunandan 2026-cı ildə daxil olmaqla Azərbaycanın dövlət büdcəsindən ayırdığı vəsait deməli 25 milyard manatdan artıqdır. Və həmin o vəsait hesabına və bizim deməli hökumət proqramlarına uyğun, cənab prezidentin strateji baxışına uyğun olaraq bu infrastruktur həyata keçirilir. Mən bir məsələdə xüsusi vurğulayım, bunu parlamentdəki mən çıxışımda da dəfələrlə qeyd eləmişəm. Biz burada deməli infrastrukturu bərpa eləməklə eyni zamanda bəzi o sərhəd ərazilərində, xüsusi o dövlətimizin təhlükəsizliyi baxımından vacib olan ərazilərdə dual xarakterli infrastruktur yaradılır. Yəni bunlar mülki olmaqla yanaşı, həm də hansısa bir məqamda müdafiə qabiliyyətinin artırılması üçün nəzərdə tutulur. Yəni çox vacib bir məsələdir. Təbii ki, maliyyə tutumu olan məsələdir, uzunmüddətli məsələdir. Məsəl üçün orada çoxsaylı tunellər, körpülər, 3 hava limanı istifadəyə verilib. Əhmədbəylidən bizim deməli Mincəvandan Ağbəndə qədər olan avtomobil yolu hardasa 120 kilometrdir. Bu da Şərqi Zəngəzur belə deyək də, bizim o Zəngəzur dəhlizinin Azərbaycan hissəsidir. Sonra keçir indi Trip marşrutu, oradan Naxçıvan. Biz görürük ki, burada olan layihələr eyni zamanda beynəlxalq infrastruktur layihələrinin tərkib hissəsidir. Ona görə biz infrastrukturdan danışarkən bunun çox şaxalı olduğunu xüsusilə vurğulamalıyıq. Onun deyək ki, milli əhəmiyyəti, dövlətlərarası əhəmiyyəti, beynəlxalq əhəmiyyəti və təbii ki, yenə gəlib bunların hamısı Azərbaycanın öz maliyyə resurslarına dayanır və bizim özümüzün həyata keçirdiyimiz bu unikal layihələr artıq bərpa quruculuq işlərində Azərbaycan modelini ortaya qoyur və buna görə də həm də haqlı olaraq Azərbaycan bu il şəhərsalma memarlıq ili elan edildi və BMT-nin o müvafiq tədbiri də Azərbaycanda baş tutur. Nə gözəl. Bəs Rizvan müəllim, siz qeyd elədiniz ki, 22 milyon büdcədən vəsait, milyard büdcədən vəsait ayrılmışdı keçən il. Bəs fərdi sahibkarların yenidən qurma işlərinə öz töhfələri olurmu? Onlar öz yardımını edirlərmi? Təbii ki, bu dövlət özəl tərəfdaşlığı xüsusi bir məsələdir. Bu könüllü şəkildə baş verir? Təbii ki. Bilirsiniz nətər, kimsə hansısa bir məsələdə töhfə vermək istəyirsə, bu əlaqələndirilmiş şəkildə olmalıdır. Çünki bu ərazilər 30 il ərzində tarmar edilir. İndi onların qurulması dövlət strategiyası əsasında həyata keçirilir və burada prioritet dövlətin müəyyən elədiyi prioritetlərdir. Hətta bizim 2030-cu ilə qədər qəbul elədiyimiz 5 milli prioritet var. Məsəl üçün, onun dördüncüsü, yəni o sıralanmada isə böyük qayıdış məsələsidir və infrastrukturun yaradılması, əlaqəli məsələlər və onun təmin olunması. Təbii ki, burada o dağıntılar nəhəng olduğundan ilk növbədə dövlət bu ağırlığı özlərinə götürmək məcburiyyətindədir ki, mina təmizləmədən tutmuş, yolların çəkilməsi, xətlərin çəkilməsi, elektrik xətlərinin və s. Bunlar dövlətin üzərində olan məsələdir. Digər məsələlər artıq özəl dövlət tərəfdaşlığı məsələsi, bu artıq başlanğıc mərhələdə olan bir məsələdir. Burada da deməli layihələrə start verilir, amma dediyim kimi burada əlaqələndirmə çox vacibdir. Digər bir məsələ, bilirik ki, azad olunmuş ərazilərdə ağıllı kənd və ağıllı şəhər konsepsiyalarının tətbiqi olur. Ümumiyyətlə, bu nə deməkdir? Bu haqda məlumat verərdiniz. Bu iqtisadi inkişafımıza necə öz təsirini göstərir və vətəndaşlara nə kimi rahatlıq yaradır? Bilirsiniz, biz torpaqlarımızı işğaldan azad elədikdən sonra indi işğalın nəticələrinin aradan qaldırılması mərhələsidir. Yəni postmünaqişə dövrünü xarakterizə edən iki mühüm məsələ varsa, biri uzunmüddətli sülhün təminidirsə və paralel burada deməli bərpa quruculuq işləri böyük qayıdışla bağlı məsələlərdir. Bu yeni bir konsepsiyadır. Ağıllı kənd, ağıllı şəhər məsələsi. Burada artıq digitallaşmadan söhbət gedir, müasir deməli infrastrukturun yaradılmasından söhbət gedir. Bunun maliyyə tutumu daha ağırdır, amma işğaldan azad elədiyimiz ərazilərin fərqləndirən xüsusiyyətlərdən biri də budur. Həm də beynəlxalq miqyasda. Eyni zamanda burada tətbiq olunan, istifadə olunan enerji məsələsi. Bu yaşıl enerji məsələsi ki, Naxçıvan ərazisi də daxil olmaqla Qarabağ və Şərqi Zəngəzur ərazisi yaşıl enerji zonası elan olunur. Məsəl üçün, bu ərazilər də balaca bir ərazi deyil. Məsəl üçün, Qarabağın, Naxçıvanın ərazisi 4400 kvadrat kilometrdən böyükdür. Bizim Qarabağ iqtisadi rayonunun ərazisində 5 rayon daxildir. Məsəl üçün, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl. Bu hardasa 7,5 min kvadrat kilometrlik bir ərazidir. Nə gözəl, siz punktlarına qədər verirsiniz. Mən bunların o qədər ürəkdən məşğul olmuşam ki, işğaldan azad olunduqdan sonra. Hətta bizim Alman alimlərimizlə mən hələ səfirlikdə işlədiyim müddətdə tədqiqat məsələlərində istifadə eləmişik. Yəni bu həm də bir tədqiqatdan irəli gələn məsələdir. Qarabağ iqtisadi rayonunda isə, məsəl üçün mən də onu böyük maraqla qarşıladım. Bərdə Tərtər də ora daxil olub. Xankəndi ilə yanaşı. Orada rayonların sayı daha çoxdur və bu ərazi hardasa 9000 kvadrat kilometrdir. 8,99
9 kvadrat kilometr. Bu qədər, Bu qədər dəqiq, böyük bir, görürsün, nəhəng bir ərazidir və buranın misal üçün yaşıl enerji potensialı hardasa 35 gigavat qiymətləndirilir, texniki göstərici və burada nəhəng, misal üçün, günəş elektrik stansiyası istifadəyə verilmək üzrədir. Burada həyata keçirilir o məsələlər. Sonra su elektrik stansiyaları, yəni məqsəd yaşıl enerji ilə həmin regionun enerjiyə olan tələbatının təmin olunması, o izafi enerjinin isə ixrac olunması, bununla isə əlavə gəlirlərin əldə olunması, iş yerlərinin təmin olunması. Yəni biz görürük ki, zəncirvari bir proses gedir. Və bunun da əsas hədəfi bilirsiniz nədir? Yenə mən əvvəldə qeyd etdiyim məsələ bizim ümumi iqtisadiyyatımıza reinteqrasiyanın təmin olunmasıdır. Rizvan müəllim, xatırlayıram ki, Xankəndidə Qarabağ Universitetinin əsası qoyulanda, bu xəbər yayılanda hələ tikilib bitməyindən də əvvəl hər kəs çox sevinmişdi. Fikirləşirdik ki, yəni bu gün də gəlib çatdı ki, orada bizim gənclərimiz təhsil alacaqlar. Nə xoş bizə. Bəs bundan sonra hansı gözəl günlər gözləyir Qarabağda? Siz çox təşəkkür edirəm ki, siz məsələnin bu istiqamətini də vurğuladınız. Yəni biz görürsünüz, bir neçə istiqamətdə danışdıq. Elm, təhsil, mədəniyyət. Bu da o bərpa quruculuq işlərində öndə gedən məsələlərdən biridir. Bu həm də o regionu xarakterizə edən bir məsələdir. Bilirsiniz, mən nəzərdə tuturam. Bayaq mən Alman alimlərinin adını çəkdim. Alman türkoloq alim var, Michael Reinhardt. Onun Şuşanın İrsi adlı bir əsəri var. Deməli, orada yazır ki, 19-cu əsrin sonunda Şuşa və böyük ətrafda 95 şair yazıcı yaşayırdı Azərbaycanın. 30-dan artıq müğənni vardı, 20-dən çox bəstəkar, alimlər və s. Biz görürük ki, bu ərazinin bir elmi, mədəniyyət, ədəbiyyat sahəsində bir potensial olub. Qarabağ Universitetinin bugün bərpası həm də həmin dəyərlərin bərpası deməkdir. Görürsünüz, cənab prezident deməli orada tələbələrlə görüşdü. Səfərlərinin birində. Ümumiyyətlə, cənab prezidentin o səfərlərin sayını artıq o statistikanın dəqiq xatırlamaq da olmur. Çünki davamlı olur səfərlər olur və hər biri hansısa bir məsələyə həsr olunur. Və buradan da verilən mesaj ondan ibarətdir ki, Qarabağ Universiteti deməli, müasir bir universitet kimi qurulur və bizim tələbələrimiz sevə-sevə orada təhsil alır, Xankəndində yerləşir və indi fakültələrin sayının artırılması, tələbələrin qəbulu prosesi və bununla deməli, həmin bölgənin elmi potensialının artırılması, region və ya da qlobal səviyyədə o proseslərə təkan vermək milli prioritetlərimizdən biridir və bu istiqamətdə də davamlı bir strategiya həyata keçirilir. Tək ki, gözəl günlər olsun ki, biz də daim sizi dəvət edək və bu məsələləri müzakirə edək. Çox sağ olun gəldiyiniz üçün. Məmnuniyyətlə sonda mən bir məsələni də xüsusi vurğulayım. Siz qeyd edərsiniz, bugün beynəlxalq xoşbəxtlik günüdür. Bu xoşbəxtlik bizim üçün özəl eləyən məsələlərdən biri də bilirsiniz nədir? Biz bugün həm Novruzu, həm də Ramazanı deməli, sülh şəraitində qeyd edilir. Bu bizim ilk birinci Ramazanımızdır. Sülh və sülh şəraitində olur. Çünki ötən ilin avqustunda Vaşinqton razılaşmalarından sonra ümumilikdə isə bizim deməli qalibiyyətlə müşahidə olunan 6-cı Ramazanımız və Novruzumuzdur. Bu münasibətlə mən bir daha sizi də, kollektivi də, bizim xalqımızı, xüsusilə o işğaldan azad olunmuş ərazilərə köç eləmiş bizim soydaşlarımızı ürəkdən təbrik edirəm. Təşəkkür edirik sizə Rizvan müəllim. Əziz tamaşaçılarımız, efirimizin qonağı millət vəkili Rizvan Nəbiyev idi. Tək ki, hər birinizə gözəl günlər yaşamaq nəsib olsun aid olduğunuz torpaqlarda.